Değerli şagirdler, imtahanda istifade olunan böyük həcmli mətnin həm tərcümə, həm suallarla izahı ilə davam edəcəm. Birinci mətnə diqqət edirik. Xüsusi olimpiadadan söhbət gedir və xüsusi olimpiada böyük bir uğurdur, bir hekayədir. O ilk dəfə öyrənməyə çətinliyi olan insanlar üçün yaradılıb. Xüsusi olimpiada dünyada hər 2 ildən bir keçirilir və onun yay və qış idman oyunları var və xüsusi olimpiadanın yaradılması Doktor Franklinin ideyaları ilə başlamışdır və o fiziki tərbiyə üzrə professor idi. Eyni zamanda o Kanada hökumətindən bu olimpiadanın, bu proqramın yaradılması üçün dəstək istədi, müraciət etdi, yalnız az dəstək aldı. Beləliklə o Amerikaya yollandı, Ross Kennedy'dən kömək istədi. Ross Kennedy çox zəngin və güclü bir insan idi və o bu təkliflə razılaşdı. Beləliklə onlar Hayden'la birlikdə 1960-cı ildə xüsusi olimpiadanı yaratdılar. 1968-ci ildə isə ilk olimpiada Chicago'da keçirildi və çox insan bu olimpiadaya qatılmamışdı, çünki onların çoxunun məlumatı yox idi və ümumiyyətlə bu olimpiadanın yaradılması çox yaxşı bir başlanğıc oldu nəticə etibarilə və ondan sonra olimpiada bir çox insanları inkişaf elətdirdi, ruhlandırdı, yəni olimpiadaya qatıldılar. İndi isə suallara diqqət edək. What is the passage mainly about? Yəni mətn nə haqqdaydı və sualları incələyək. Different games in the Olympics, olimpiyadada müxtəlif oyunlar, xeyr, o haqda değildi. Dr. Hayden's experiments with people, Dr. Hayden'ın insanlar üzərində apardığı eksperimentlər değildi. A variantında successful participants of Olympics, olimpiyadanın uğurlu iştirakçıları, ondan söhbət getmirdi mətndə. B və C variantına baxırıq. The help from the Canadian government, Kanada hökumətinin köməyi, əksinə Hayden az dəstək almışdı onlardan. Doğrumuz elə C variantıdır. The history of Special Olympics, yəni xüsusi olimpiyadanın tarixi necə yaradıldı, hansı fikirlə, yəni o yaranması səbəb oldu. Və 9 nömrəli testə baxırıq. Which statement is false according to the passage? Mətnə görə yanlış olanı seçirik. O zaman diqqət edirik. Deməli, A variantında Special Olympics is a series of sporting events held around the world. Yəni xüsusi olimpiyadanın yaradılması xüsusi bir hadisə idi. Yəni dünyada olan, bəli, orada mətndə keçmişdi, bu doğrudur. Amma bizdən isə yanlış soruşulur. O zaman B variantına baxırıq. Special Olympics is a sport event held in every 5 years. Xeyr, yanlış elə budur. Hər 5 ildən bir deyil, hər 2 ildən bir keçirilirdi. Və E variantında Chicago'da ilk dəfə təşkil olmuşdu, bəli. D variantında Dr. Hayden insanlara bunu tətbiqən öyrənməsi üçün çətinliklər çəkmişdi. Bu doğru idi, çünki onu tanıtmaq və dəstək almaq. C variantında isə və dünyada olan, öyrənmə çətin olan insanları inkişaf etdirmişdi. Bəli, bu doğru idi. Mətnə görə elə doğrumuz hər 2 ildən bir deyil, daha doğrusu 5 ildən bir deyil, in every 2 years istifadə olunub. Yəni hər 2 ildən bir bu keçirilirdi. Sonra baxırıq 10 nömrəli testə. Complete the sentence according to the passage. Mətnə görə tamamlayırıq cümləmizi və cümlə tamamlayarkən, dəyərli şagirdlər, həmin cümlənin davamını mətndə tapıb, elə mətnin ardıcıllığı ilə biz o cümləni tamamlayırıq. Məsələn, few participants took part in the first Special Olympics because az insan iştirak edirdi ilk xüsusi olimpiyadada və o bizim mətnimizdə keçib not many participants. Nə üçün? Səbəb o idi ki, çünki o insanlar didn't know about it. Bunun haqqında məlumatları yox idi. Ona görə də biz eyni cümləni burada tapıb tamamlamalıyıq. O zaman doğru variantımız, məsələn, A variantında hökumət hər kəsə icazə vermirdi qoşulmağa, yanlış idi. Many people didn't like the forms of sports. İdman formalarını bəyənmirdilər, xeyr, yanlış idi. Hayden wanted less people to take part in it. Hayden istəyirdi ki, orada insanlar az iştirak etsin, əksinə onu insanları cəlb edirdilər. The kinds of sports weren't interesting. Maraqlı değildi. Əksinə doğrumuz E variantıdır. Few people had information about it. Yəni insanların çox az olan hissəsi bu haqqda məlumatlı idi. Daha sonralar isə inkişaf etdi. Yəni artıq o olimpiyadanı tanıdılar. 11 nömrəli testə diqqət edirik. Why did Dr. Hayden have to ask Ross Kennedy for help? Nəyə görə Amerikan prezidenti, yəni Kennedy'yə müraciət etdi kömək üçün? Çünki o Kanada hökumətinə müraciət etdi və onlardan az dəstək aldı. B-də Ross Kennedy had learning difficulties. Prezident, yəni Kennedy'nin öyrənmə çətinliyi vardı. Xeyr, bu yanlışdır. A-da as he couldn't get enough support from the Canadian government. Bəli, çünki o səbəbdən ki, Kanada hökumətindən az dəstək almışdı. Elə A variantı doğrudur. Sadəcə C və digər variantlara baxaq. As Ross Kennedy got physical education. Ross Kennedy fiziki belə deyək, tərbiyə, yəni o sahə üzrə təhsili var idi. Xeyr, mətndə o keçməmişdi. Because the Canadian government told him to call her. Çünki Kanada hökuməti ona müraciət etməyi və ya onu çağırmağı tələb eləmişdi. Xeyr, mətndə belə bir informasiya yox idi. Because Ross Kennedy quickly agreed to help with him money. Çünki Kennedy dərhal ona pul dəstəyinə razılıq verdi. Xeyr, bu səbəb deyildi, çünki o Kanada hökumətindən dəstək almamışdı. 12 nömrəli testdə yenə mətnə görə doğru olanı seçmək bizdən tələb olunur.
Which statement are true? Yəni doğru olanı seçirik. Dr. Hayden was a very rich and strong man. Dr. Hayden çox zəngin və güclü. Xeyr, o artıq mətndə Kennedy'yə aid olmuşdu. Bir yanlışdır. The first Olympic Games wasn't successful. İlk Olimpiya oyunları uğursuz değildi. Bunu saxlayırıq. Special Olympic Games were held in the 19th. Deməli 60-cı illərdə. Bəli, 4 doğru idi. There are two types of special Olympic World Games. İki növü var idi. Bəli, summer and winter. Bu doğrudur. Amma 2 yanlışdır çünki uğur qazanmışdı. Deməli doğru olanımız 3 və 4-dür. 60-cı illərdə keçirilmişdir və dünyada keçirilən olimpiyadanın, xüsusi olimpiyadanın 2 növü var. Bu qədər əziz abituriyentlər. Mətnlə bağlı olan sualları da sizlərlə bərabər incələdik. Hər birinizə digər növbəti həftədə olan imtahanda uğurlar arzu edirəm.